Herkese salam, kanalıma ve yeni videoma her biriniz hoş gelmişsiniz. Her birinizi kanalımda yeniden görmekten çok şadım. Çoktan da şirniyyat pişirmirdim. Hem bayramlar ardarda geldi, hem o kadar əlavə şeyler alındı ki, şirniyyat pişirmeye hiç ihtiyaç kalmadı. Bu dəfə isə dedim ki, nəsə pişirim. Hem özümüzə çayla içmək olsun, hem uşaqlara olsun, eyni zamanda da vlog çəkim. Elə axşam vlogu da başlattım. Oğlum da bilən kimi ki, mən mətbəxdə nə ilənsə məşğulam, o dəqiqə gəldi. Bir gücənə özü ilə bərabər stul da gətirdi, çıxdı yanımda, danışa-danışa mənlə şirniyyat pişiririk birlikdə. Öz aləmində mənə kömək eləyir. Bu vlogum da birazca qısa oldu, amma yenə də videosuz qoymamaq üçün dedim nə çəkmişəmsə elə onu editləyim, paylaşım. Son vaxtlar çəkməyə çox da bir şey tapmıram, çünki işə gedirəm, evdə oluram, evdə də uşaqlarla. Yəni hər şey artıq çəkmişəm sizə. Getdiyim yerlərdə də çox video çəkə bilmirəm, çünki ətrafımda insanlar olur. İnsanların da üzünün düşməyini istəmirəm. Yəni belə ki, heç kəsin rızası olmadan məncə videoda paylaşılmaq istəməz. Belə də evdə ancaq gündəlik işlərimdir. Amma yenə də bacardığım qədər çəkirəm, nələrsə çəkirəm ki, video olsun kanalda. Aktivlik düşməsin, eyni zamanda da sizi videosuz qoymayayım. Burada da keksin qabını yağlayıram ki, yapışmasın. Ondan sonra da keksin içliyini tökürəm. Oğlum da dayanmadan qıraqda səs eləyir. Nə qədər desəm də ki, səs eləməsin, amma maşınlarla oynayır, tıqqıltı falan. Ola bilər ki, səs yazanda düşsün. Yəni buna görə də öncədən üzr istəyirəm əlavə səslərə görə hər birinizdən. Burada tökürəm, amma necə tökmüşəmsə, qırmızı qabımın arxası düşüb ancaq içi düşməyib. Fikir verməmişəm heç çəkəndə ki, tökdüyüm hissə görülsün. Qabın arxası deyil. Qabları yudum. Bunu da koymuşam bura pişməyə. Yavaş-yavaş şişir. Qəşəng qızardı. Çıxartdım. İnşallah ki, içərisi də yaxşı olar. İndi üz aşağı çevirəcəm, görüm necə olub. Belə ümumi baxışı yaxşıdır məncə, yaxşı alınıb. Böyle gözləmirdim. Bu kadar rahat gözləmirdim. Qəşəng olmuş. Baxın, tospik. İnşallah ki, dadı da qəşəng alınıb. Biraz da üstünə şəkər pudrası səpmək istədim nəsə. Ağlıma belə gəldi. İndi də bölək dadına baxaq. Görək dadı necədir. İçi çox qəşəng pişib. Yumuşaq. Baxın. Bu da son halı. Düzdür, belə qoyulsa daha gözəl olardı, amma belə də qəşəngdir. Bunu da götürək. Növbəti gündə, gündüz yenə işdə oldum, heç nə çəkmədim məktəbdən. Axşam isə yoldaşımın xalasıgilə gedirdik. Yolları çəkdim biraz. Bu arada həmişəki kimi sizdən bir xahişim var ki, əgər videomu bura qədər izləmisinizsə və bəyənirsinizsə, bir like qoymağı, yəni bəyənməyi unutmayın. Yorum yazsanız da çox gözəl olar. Hər birinizin yorumlarını sevə-sevə oxuyuram. Xoş sözləriniz məni çox sevindirir. Və əgər hələ də kanalıma abunə deyilsinizsə və qarşınıza ilk dəfə çıxıramsa, abunə olsanız məni çox sevindirərsiniz. Çünki hər birinizin dəstəyi mənim üçün önəmlidir.
Gəldik çatdıq xalagilə. Həyətləri də maşallah, maşallah cənnət kimi idi. Hər tərəfdə güllər var idi. Əsas da bu tülpanlar çox xoşuma gəldi. Düzdür, başqa güllər də var idi, çox idi güllər. Amma tülpanlar daha çox xoşuma gəldi. Yəqin ki, eşitmisiniz, Qəbələdə bir dənə tülpanlıq sahə açılıb. Qəşəng bir yerdə, amma çox balacadır. Amma yenə də insanlar gəlirlər şəkil çəkdirməyə. Son vaxtlar hara gedirəmsə görürəm ki, evdə belə dekorativ qəşəng bir heyvanları var. Xalagildə də belə qəşəng xırda balıqlar var idi. Bunlar videoda böyük düşürlər, amma çox kiçikdilər, amma çox da şirindilər. İnsan baxdıqca baxası gəlir. Rəngarəng, belə göz oxşayırlar baxdıqca. İnsanın ruhu sakitləşir sanki. Əsas da bu sarıdan, bir də bunun bənövşəyisi var idi. Onlardan çox xoşum gəldi. Bugünkü videonu burada yekunlaşdırıram və bura qədər məni izləyən hər kəsə çox-çox təşəkkür edirəm. Hər biriniz yaxşı ki varsınız. İnşallah növbəti videolarımızda görüşərik. Hələlik.